Eyni zamanda reytingdə 80-ci yerdə 83% dindarlıqla İran və 116-cı yerdə 93% dindarlıq səviyyəsində Səudiyyə Ərəbistan yer alır. İndi mən bu misalları nəyə görə gətirirəm? Yəni fikir verin. Dünyanın ən inkişaf etmiş, elmdə öncül olan, ən yeni texnologiyaları ürətən Amerika Birləşmiş Ştatlarında dindarlıq Azərbaycandan qat-qat yüksəkdir. Eyni zamanda İran, yəni nə qədər indi bəzi şəxslər, savadsız insanlar İranı lağa salırlar, bəs molla rejimi, mollalar. Halbuki İran bu dəqiqə atom bombası, nüvə silahını ürətmək üzrədir. Bu dəqiqə İran uranı parçalayır. Hamısını kim edir? İranlı alimlər edir. Yəni İranda o bəzi savadsızların güldüyü, ay molla rejimi, ay mollalar dediyi həmən İran bu dəqiqə elmdə, texnologiyada ən öndə gedən ölkələrdən biridir. Həmən o İrana lağ eləyənlər bir balaca səhhətində problem yaşayan kimi İrana qaçırlar. İrandakı həkimlərə yalvarırlar ki, məni müalicə elə. Yəni bu da İranın elmdə, səhiyyədə inkişafıdır. Halbuki 83% İranda, yenə də deyirəm, dindar ölkədir. Yəni zaten İslam Respublikası adlanır.